Deməli, burada deyir ki, C tapşırığında yuxarıdakı şəkildə obrazların üz ifadələrinə, üz ifadəsinə mimika deyirlər. Nə deyirlər? Mimika. Üz ifadəsinə mimika deyirlər. İndi siz bir dənə hirsli mimika göstərin görün. Göstərin hirsli. Təəccüb edin, təəccüb mimikası. Təəccüb edin. Aha. Gülümsəmə mimikası. C tapşırığında deyir ki, şəkildə obrazların, yuxarıdakı şəkildə obrazların üz ifadələrinə, yəni mimikalarına, mimikanı bildik də nə ifadəsidir? Mən üz ifadəsi. Ay, sağ ol, üz ifadəsi. Əl qol hərəkətlərinə diqqət edin. Mətndən şəklə uyğun hissəni oxuyun. Əl qol hərəkəti isə uşaqlar jestlərdir. Əl qol hərəkətinə nə deyirik? Jestlər. Əl qol hərəkəti. Məsələn, salam jestini göstərin. Salam jestini göstərin. Aha, sağ ol jestini göstərin. İkisi eyni oldu axı. Salam belə, salam jestlər. Hə, bax uşaqlar, adi kimsə hədələyirlər, hədələmə jesti. Hə, sonra salam jesti, salam. Sağ ol jesti. Sağ ol. Tamam. Həkim necə tərcümə edirdi? Aha. İndi geç ora, sən də geç. Uşaqlar, bizə deyir ki, yəni şəklə uyğun hissəni mətndən tapmalıyıq. Görək mətndə hansı hissə şəklə uyğundur və onların əl qol hərəkətlərini, mimikalarını biz də təqlid edəcəyik, yəni təkrar edəcəyik. İndi biz bu hissəni səhnələşdiririk. C tapşırığını səhnələşdiririk. Başladıq. Hippo kimdir? Hippo qızarır. Sonra həkim nə deyir? Hippoya nə olub belə? Nə olub? O boz ağsarı idi. İndi isə qıpqırmızıdır. Bu doğrudan da qeyri-adi begemotdur. İndi onu həkim necə orada jestdən dur, bax təəccüb jesti, o cür səndə. Hə, bir hippoya bax hippoya. Hippoya nə olub? O ağsarı. O ağsarı. Hə, bir. O ağsarı boz idi. İndi isə qıpqırmızıdır. Oxu. Xeyr, həkim. Sadəcə iynədən qorxduğu üçün çox qarışır. İndi onu bax. Xeyr, həkim. Sadəcə iynədən qorxduğu üçün Əl hərəkəti jest. Afərin, alqışlayaq səni görəklərini. Həyatımızdakı rolu. Məsələn, mən kiməsə salam verirəm. Salam. Belə yaxşıdır, yoxsa salam. İkinci. Və yaxud uşaqlar, kim, nə, hara sualının ismə aid olduğunu sizə izah etmək istəyirəm. Uşaqlar, isim, kim, nə, hara sualına cavab verir. Bir də deyirəm ki, uşaqlar, isim, kim, nə, hara sualına cavab verir. Birincidə yaxşı. İkincidə. Deməli uşaqlar, jestlər və mimikalar nə üçün vacibdir? Daha yaxşı başa salın. Deməli biz jestlərlə, mimikalarla öz fikrimizi qarşımızdakılara daha yaxşı ötürürük. Daha yaxşı anladırıq, daha yaxşı başa salırıq. Düzdür, jest və mimikasız da danışa bilərik. Amma fikrimizi daha yaxşı anlatmaq üçün jest və mimikaların önəmi böyükdür. Aydındır?